Salamlayıram hər kəsi müəllimlər. Bu günləri sizə MIG çərçivəsinə yeni əlavə olunmuş KASL modeli və sosial-emosional öyrənmə haqqında məlumat verəcəm. Sosial-emosional öyrənmə haqqında demək olar ki, çox danışmayacağam. Bu məlumatlar sizə tanış məlumatlardır. Yetəri qədər bunun haqqında məlumatlısınız. Lakin biraz başlıq olaraq qeyd edim ki, sosial-emosional öyrənmə biz deyirdik ki, şagirdlərimizdə anlamadı, öz davranışlarını düzgün şəkildə idarə eləməlidir, münasibətləri yaxşı qura biləcək, məsuliyyətli şəkildə davranacaq, qərarlarını düzgün verəcək, özünü dərk eləməyə çalışacaq. Bütün bu bacarıqları əks elətdirən təlim prosesinə də nə deyirdik? Sosial-emosional öyrənmə. Və yadda saxlamalıyıq ki, şagirdlərin akademik nailiyyətlərinə birbaşa təsir göstərən bacarıqlar elə məhz bu prosesdə formalaşır. Müəllimlər, bəs KASL modeli nədir? Tamam. Biz bildik ki, burada SEL olaraq deyirik sosial-emosional learning, düzdürmü? Amma burada bizdə deyilir sosial-emosional öyrənmə. KASL nə deməkdir? Biz əsasən burada akademik bilikləri, sosiallığı və emosional öyrənməni nəzərə alacağıq. Sosial-emosional öyrənmədən fərqli olaraq burada birbaşa bu modelin 5 dənə əsas bacarığı var ki, tam olaraq təlimdə vacib olan məqamları qeyd edir və şagird üçün çox önəmlidir. Nəyə görə önəmlidir? Birinci bacarıq özünü dərk eləmə. Deyir, hər bir şagird öz müsbət və mənfilərini, üstünlüyünü, çatışmamazlığını bilməlidir, aşkar etməlidir. Hər bir şagird özgüvəni olmalıdır, özünə inamı olmalıdır. Hər bir şagird öz, belə deyək, davranışlarını, öz emosiyalarını tanımağı bacarmalıdır. Yəni, mən bunu anidən reaksiya verərək konfliktə, münaqişəyə çevirməməliyəm. İkinci bacarıq, özünü tənzimləmə. Mən çalışıram, alınmır məndə. Həvəsdən düşməməliyəm. Dərhal məqsədimi kənara qoymamalıyam. Artıq bu mənlik deyil deməməliyəm, açıq düşüncəyə sahib olmalıyam. Özgüvənim, özümə inamım var olduğu birinci bacarıqda. İkinci mərhələ özünü tənzimləmədə artıq deyirəm ki, ruhdan düşmək olmaz. Səbirlə mən bu işi əldə eləyəcəm. Qarşıma hədəf qoyuram, qarşıma məqsədimi qoyuram, həmin məqsədə addımlamaq üçün də planlarımı qururam və davamlı olaraq çalışıram. Bu oldu ikinci bacarığımız. Üçüncü bacarığımız gəlir sosial şuur. Sosial şuur nə deməkdir? Empatiya. Vacib olan məqam budur. Öncə nəzərə alırıq empatiya. Başqalarının yerinə özünü qoya bilsin. Fərqli fikirlərə hörmətlə yanaşa bilsin. Sosial proseslər yaranacaq, sosial münasibətlər yaranacaq ki, həmin situasiyaları anlaya bilsin, başa düşə bilsin, hörmətlə yanaşa bilsin. Düzdürmü? Daha sonra artıq həmin şagird empatiya qura bilirsə, fərqli fikirlərə hörmətlə yanaşa bilirsə, sosial situasiyalarda düzgün şəkildə davrana bilirsə, dördüncü bacarıqda deyirik münasibət qurma bacarıqları. Ünsiyyət, düzgün şəkildə ünsiyyətin qurulması. Əməkdaşlıq, cooperation burada vacib bir məqamdır, hansı ki, biz demişik o 4K bacarıqlarında da biz bunu vurğuluyurduq. Əməkdaşlıq vacibdir. Ünsiyyət vacibdir. Çünki ünsiyyət, əməkdaşlıq yoxdursa, orada sosial bacarıqlar inkişaf eləmir. Və hər hansısa bir müzakirənin, konfliktin, biz belə deyək, həllinə çalışırıqsa, biz burada nə etdik? Münaqişəni, konflikti həll elədik. Müzakirə elədik. Kim doğrudur, kim səhvdir, başa düşmək lazımdır. Burada artıq dördüncü mərhələdə münasibətləri idarə eləməyə başladıq. Beşinci bacarığımızda nə deyir? Qərar vermək. Amma necə qərar vermək? Düzgün qərar vermək. Plus da üzərinə gələk. Məsuliyyətli qərar vermək. Məsuliyyətli qərar vermək nədir? O deməkdir ki, bu verdiyin qərarın birbaşa məsuliyyətini daşıyırsan. Alınan nəticə səndən asılıdır. Sən burada problemləri həll etmək üçün düzgün istiqamət verməlisən.
Düzgün yollar tapmalısan. Davranışlarına diqqət yetirməlisən. Qiymətləndirmə zamanı düzgün nəticələrin alınmasına birbaşa məsuliyyət daşıyırsan və buna görə də insan birinci özü özünə məsuliyyətli olur. Bu qərarlar mənfi nəticələr gətirməsin deyə mən həmin qərarı düşünüb, daşınıb, mənfi müsbətlərini, xeyrini, zərərini nəzərə alıb daha sonra qərar verirəm. Və bu qərarı verərkən də nəinki qərar vermək, digər bayaq sadaladığım məqamları da nəzərə almalıyam. Keçid alırıq digər əsas məqamlarımıza. Müəllimlər, ümumiyyətlə Kassel modeli kurikulumda desək, biz əsas nəyi götürəcəyik? Kassel modeli dərsdə tam olaraq model olaraq reallaşdırılmır. Yəni inteqrasiya vasitəsilə biz bunu reallaşdıracağıq. Məsələn, deyək ki, riyaziyyat dərsidir. Mən orada Kassel modelindən necə istifadə edə bilərəm? Qrupla iş, cütlərlə iş təşkil edirəm. Yəni, əməkdaşlıq. Şagirdlərin əməkdaşlıq etməsi üçün şərait yaradıramsa, burada artıq mən Kassel modelini təşkil etdim. Ünsiyyət var, əməkdaşlıq var, münasibətlər idarə olunacaq, şuurlu, sosial şuur var, özlərini dərk edərək bir-birinə cavab verəcəklər, özlərini tənzimləyəcəklər, bir işin öhdəsindən gəlməsələr, məqsədə doğru çatmaq üçün çalışacaqlar. Demək ki, burada artıq Kassel modeli tətbiq olundu. Məsələn, belə deyə bilərik, ibtidai sinifdə rollu oyun qururam və yaxud adi oyunlar qururam. İndi qrup işi bayaq dedim deyə təkrarən bunu deməyəcəm sizin üçün. İbtidai sinifdə daha çox qrup işlərindən də istifadə edilir ki, məsələn, kiçik qruplar yaradılır. Şagirdlərin bir-biri ilə ünsiyyəti, əməkdaşlığı, öyrənməsini, bölüşməsini, müzakirəsini təşkil etmək üçün qrup işi hər zaman aktivdir. Amma oyunlardır, rollu oyunlardır, onlar arasında empatiyanın yaradılmasıdır. Və vacib məqamlar bunlardır ki, bu istiqamətləri yerinə yetirirəmsə, demək mən Kassel modelini reallaşdırıram. Daha sonra diqqət yetirməliyik ki, müəllimlər, biz ümumiyyətlə Kassel modelindən istifadə edəndə nələrə diqqət yetirməliyik? Diqqət edəcəyimiz məqam bundan ibarətdir ki, özünü dərk eləmə dedik birinci bacarığı, düzdürmü? Şagird burada kurikuluma əsasən necə davranır? Refleksiya edir, düzdürmü? Mənfi müsbətlərim, üstünlüyüm, çatışmamazlığım refleksiya elədi. Bəs ikinci bacarıqda deyirik. Artıq burada tapşırıqların öhdəsindən gəlmək üçün birinci özünü psixoloji hazırlamalıdır. Emosiyalarını idarə eləməyə bacarmalıdır. Üçüncü bacarığımız sosial şuur dedik. Bu birbaşa komanda ilə işə yönəlir. Orada davranışlara yönəlir. Empatiyadır. Dördüncü bacarığımız münasibət qurma. Münasibət qurarkən vacib məqam ünsiyyət bacarığından başlayır. Daha sonra əməkdaşlığı da bura əlavə etmək mütləqdir. Beşinci, məsuliyyətli qərar vermə dedik. Məsuliyyətli qərarı nə zaman veririk? Problemin həlli zamanı. Problem həll edəndə çalışırıq ki, həmin problem bir daha yaranmasın. Nəticəyə əsasən çalışırıq ki, biz bu problemi nə dərəcədə doğru həll etdiyimizi göz önünə alaq, yox, doğru həll edə bilməmişiksə, demək ki, bu problem yenidən yaranacaq. Ona görə də məsuliyyətli qərar vermək böyük və önəmli bir məqamdır. Sonra keçid alıram digər suallarımıza. Məsəl üçün, müəllimlər, bir şey də qeyd edim ki, test üzrə, məsələn, bizə desələr ki, Kassel modelinə daxil olan bacarıqlar hansılardır? Biz bayaqları bacarıqlarımızı sadaladıq, düzdürmü? Özünü dərk dedik, özünü tənzimləmə dedik, sosial şuur dedik, münasibət qurma dedik və məsuliyyətli qərar vermə oldu. Bu oldu bizim bacarıqlarımız. Bəs bizə desələr ki, sosial-emosional öyrənmənin, ümumiyyətlə bu təlimdə, kurikulumda əhəmiyyəti nədən ibarətdir? Bax, bunu biz necə açıqlaya bilərik? Əhəmiyyəti odur ki, bəli, digər öyrənmələrdə deyirlər ki, bilik, bacarıq, bu doğrudur, bu hər bir öyrənmədə var. Lakin sosial-emosional öyrənmədə əsas əhəmiyyət nədən ibarətdir? Münasibətlərin düzgün qurulması, dəyərləndirmənin düzgün aparılması və bir-birinə verilən dəyərin burada mühüm əhəmiyyət kəsb etməsi.
Məsələn, digər bir sual olaraq da qeyd edə bilərik ki, ümumiyyətlə Kassel bacarıqlarına dərsdə, təlimdə deyərsiniz, biz necə tətbiq eləyək? Bayaq dedim, inteqrasiya. İnteqrasiya olaraq da məsələn deyirəm ki, şagird özünün mənfi müsbət tərəflərini müəyyənləşdirir. Düzdürmü? Təlimdə biz Kassel bacarığına əsasən hansı bacarığı reallaşdırdıq? Əlbəttə ki, özünü dərk etmə. Bax, bunları yadda saxlamaq vacibdir. Əgər bir müəllim MİQ və yaxud da sertifikasiya hazırlaşırsa, faktları bilmirsə, o situasiya tipli testləri necə edəcək? Gərək birinci faktları bilsin, daha sonra situasiya tipli testlərə, belə deyək, nümunə olaraq işlədikcə onların da öhdəsindən gəlməyi bacaracaq. Amma faktları bilməyən bir müəllimin situasiya tipli testlərdə mükəmməl şəkildə öyrənməsi çox nadir hallarda baş verir. Və mənim sizdən əsas İstəyim budur ki, kanalımıza abunə olun, kanalımızı bəyənin və sizdən tələbimiz bu olacaq ki, öz rəylərinizi qeyd edə bilərsiniz, hansı mövzular sizin üçün maraqlıdır, yeni əlavə olunanlardan, hansıları daha çox izahını gözləyirsiniz və bir məqamı da qeyd edeyim. İstəyirəm sizin üçün bunları bir müqayisə edeyim, Kassel və SEO. Mən yadda saxlayaq ki, biz Kasseldə nə dedik? Biz burada hər bir şeyi 5 bacarıq üzrə irəliləyirik, düzdürmü? Sanki burada empatiyamız da var, şuurumuz da var, dərk eləməmiz də var, tənzimləməmiz də var. Amma sosial, emosional öyrənmə birbaşa tədqiqata əsaslanacaq. Yadda saxlayın ki, sosial, emosional öyrənmə hər zaman orada biz sosial və emosional bacarıqları nəzərə alırıq. Bilik, bacarıq, dəyər, münasibət burada nəzərə alınır. Amma Kasseldə həm akademik biliklər nəzərə alınır, akademik nailiyyətlər nəzərə alınır. Həmçinin də sosial, emosional olaraq hər bir məqam burada qeyd olunur və inkişafı təmin edilir. Bizim inşallah ki, testlərimiz də təşkil olunacaq. Testlər təşkil olunduqdan sonra da paylaşılacaq və hər birinizə uğurlar arzuluyuram. Dərslərimizə qeydiyyat davam edir və həmçinin də kimlər ki, video kaydları əldə etmək istəyir, materialları alıb özü hazırlaşmaq istəyir, onlar da müraciət edə bilərlər. İzlədiyiniz üçün təşəkkür edirəm.